Oğlaq Bürcü 2 may 2026 Oğlaq Bürcünün günlük proqnozu. Bugün Oğlaqlar üçün sakitlik və daxili tarazlıq ön planda olacaq. Hadisələrə tələsmədən yanaşmaq və hər şeyi axarına buraxmaq daha doğru seçim kimi görünür. Bəzi məsələlər düşündüyündən fərqli inkişaf edə bilər, amma bunu problem kimi deyil, yeni baxış imkanı kimi qəbul etmək faydalıdır. Gün ərzində qarşılaşdığın vəziyyətlər səni daha dərindən düşünməyə sövq edə bilər. Öz iç səsinə qulaq asmaq və hisslərini görməzlikdən gəlməmək sənə doğru istiqaməti göstərəcək. İnsanlarla münasibətlərdə anlayışlı olmaq gününü daha rahat edəcək. Kiçik narazılıqlar yaransa belə, sakit danışıq və qarşı tərəfi dinləmək hər şeyi yoluna qoya bilər. Bəzən sadəcə dinləmək belə qarşı tərəfin özünü daha yaxşı hiss etməsinə kömək edir. Hər kəsin fərqli düşündüyünü qəbul etmək münasibətlərdə gərginliyin qarşısını alacaq. Yaxın çevrəndən gələn dəstək və səmimi sözlər isə sənə əlavə güvən verəcək. Bugün biraz dayanıb düşünmək, son günlərdə baş verənləri gözdən keçirmək üçün yaxşı zamandır. Özünlə baş-başa qalmaq, keçmişdə qalan bəzi mövzuları xatırlamaq və onlardan nəticə çıxarmaq sənə yüngüllük gətirə bilər. Daxilində səni narahat edən məsələləri aydınlaşdırmaq üçün tələsmədən, sakit şəkildə düşünmək daha faydalıdır. Hər şeyi eyni anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək sənə daha rahat yol açacaq. Günün ümumi enerjisi sakit və tarazlıdır. Özünü çox yormamaq, hər şeyi nəzarətdə saxlamağa çalışmamaq və biraz rahat buraxmaq daxili rahatlığını artıracaq. Günün sonunda özünü daha yüngül və aydın hiss edə bilərsən. Bugünün mesajı: özünə vaxt ayır, daxilindəki səsləri dinlə və qərarlarını sakitlik içində ver. Dolça Bürcü 2 may 2026 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün bir qədər dəyişkən, amma maraqlı enerjilər ön planda ola bilər. Planlaşdırdığın bəzi şeylər gözlədiyin kimi getməsə də, yaranan vəziyyətlər sənə fərqli yanaşma imkanı verəcək. Gün ərzində gözlənilməz xəbərlər və ya ani qərarlar gündəmə gələ bilər. Belə hallarda özünü itirməmək və sakit qalmaq sənə üstünlük qazandıracaq. Qəfil dəyişikliklərə qarşı açıq olmaq və uyğunlaşmaq gününü daha rahat keçirə bilər. Daxilində yaranan yeni fikirlər isə sənə ilham verə bilər və fərqli yollar düşünməyə sövq edər. İnsanlarla münasibətlərdə isə səmimiyyət və açıq danışıq önə çıxır. Bəzi mövzularda fərqli baxışlar ortaya çıxa bilər, amma bunu mübahisəyə çevirmək əvəzinə fikir mübadiləsi kimi qəbul etmək daha faydalıdır. Qarşı tərəfi dinləmək və özünü düzgün ifadə etmək münasibətlərdə balans yaradacaq. Bəzən gözləmədiyin bir insandan maraqlı fikir və ya dəstək ala bilərsən. Dost çevrəndən gələn isti münasibət səni ruhən gücləndirəcək və özünü daha rahat hiss etməyinə kömək edəcək. Bugün eyni zamanda biraz özünlə qalmaq və düşünmək üçün də uyğundur. Son zamanlar baş verənləri gözdən keçirmək və hansı istiqamətdə davam etmək istədiyini müəyyənləşdirmək sənə aydınlıq gətirə bilər. Daxilində səni narahat edən suallara cavab tapmaq üçün sakit mühitdə qalmaq faydalı olacaq. Tələsmədən qərar vermək və hisslərini nəzərə almaq daha doğru nəticələr verə bilər. Günün ümumi axarı bir qədər dəyişkən olsa da, sən uyğunlaşma bacarığın sayəsində hər şeyi yoluna qoya biləcəksən. Özünü sıxmamaq, hər şeyi nəzarətdə saxlamağa çalışmamaq və hadisələrə daha rahat yanaşmaq günün enerjisini daha müsbət hiss etməyə kömək edəcək. Günün sonunda isə bəzi məsələlərin düşündüyündən daha asan həll olunduğunu görə bilərsən. Bugünün mesajı: dəyişikliklərə açıq ol, sakitliyini qoru və hər vəziyyətdə öz yolunu tapacağına inan. Balıq Bürcü 2 may 2026 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər və daxili dünyaları daha ön planda olacaq. Ətrafda baş verən hadisələrə qarşı daha həssas reaksiya verə bilərsən və bu da səni biraz düşüncələrə sala bilər. Gün ərzində intuisiyan güclü işləyəcək, buna görə də ilk hisslərini nəzərə almaq sənə doğru istiqamət verə bilər. Özünü yükləməmək və hər şeyi ürəyinə salmamaq günün daha rahat keçməsinə kömək edəcək. İnsanlarla münasibətlərdə incə yanaşma və anlayış önəmli olacaq. Qarşı tərəfin dediklərinə həssas yanaşa bilərsən, amma hər sözü dərindən qəbul etməməyə çalışmaq daha yaxşıdır. Açıq və sakit ünsiyyət bir çox anlaşılmazlığın qarşısını ala bilər.
Yaxın bir insanla ediləcək səmimi söhbət səni ruhən yüngülləşdirə və içindəki gərginliyi azalda bilər. Bugün biraz geri çəkilib özünlə vaxt keçirmək istəyi yarana bilər. Sakit bir mühitdə olmaq, musiqi dinləmək və ya sadəcə düşüncələrini toplamaq sənə yaxşı təsir edəcək. Keçmişdə qalan bəzi xatirələr yenidən yada düşə bilər və bunlara fərqli gözlə baxmaq imkanı əldə edəcəksən. Buraxmalı olduğun mövzuları buraxmaq sənə daxili rahatlıq gətirəcək. Günün ümumi enerjisi bir qədər sakit və hissiyatlıdır. Özünü qorumaq, emosional olaraq yüklənməmək və biraz özünə qayğı göstərmək vacib olacaq. Günün sonunda isə özünü daha aydın və rahat hiss edə bilərsən. Bugünün mesajı: hisslərini dinlə, amma onları səni idarə etməsinə imkan vermə. Qoç bürcü 2 may 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji yüksək olsa da, onu düzgün yönləndirmək vacib olacaq. Səhər saatlarından etibarən hərəkətə keçmək, planlarını həyata keçirmək istəyi güclü ola bilər. Bir çox işi eyni anda görmək istəyi yaransa da, bu səni bir qədər tələsdirə və diqqətini yayındıra bilər. Günə daha planlı yanaşmaq və nəyi nə vaxt edəcəyini müəyyənləşdirmək sənə rahatlıq verəcək. Addımlarını biraz daha düşünərək atmaq günün daha axıcı keçməsinə kömək edəcək. İnsanlarla münasibətlərdə isə bir qədər səbirli olmaq lazım gələcək. Fikirlərini açıq şəkildə ifadə etmək istəsən də, bunu daha yumşaq formada etmək münasibətləri qorumağa kömək edər. Ani reaksiyalar və tələsik deyilən sözlər sonradan xoşagəlməz vəziyyət yarada bilər. Qarşı tərəfi dinləmək və onun baxışını anlamağa çalışmaq daha düzgün nəticə verəcək. Gün ərzində kiminsə dediyi sadə bir fikir belə sənə yeni baxış qazandıra bilər. Bugün eyni zamanda bəzi məsələlərə fərqli tərəfdən baxmaq üçün yaxşı fürsətdir. Həmişə alışdığın şəkildə deyil, biraz daha fərqli yanaşmaq gözləmədiyin nəticələr verə bilər. Qarşına çıxan kiçik imkanları gözdən qaçırmamaq vacibdir. Bəzən kiçik bir addım daha böyük dəyişikliklərin başlanğıcı ola bilər. Sakit qalmaq və hadisələri diqqətlə izləmək sənə üstünlük qazandıracaq. Günün ümumi axarı aktiv olsa da, balansı qorumaq əsas məsələdir. Özünü çox yormamaq, enerjini düzgün bölüşdürmək və gün ərzində qısa fasilələr vermək səni daha gümrah saxlayacaq. Axşama doğru isə özünü daha rahat və işlərini daha qaydasında hiss edə bilərsən. Bugünün mesajı: tələsmən, enerjini düzgün yönəlt və hər addımını düşünərək at. Boğa bürcü 2 may 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sabitlik və rahatlıq hissi ön planda olacaq. Günə tələsmədən başlamaq və hər şeyi öz ritmində etmək sənə daha yaxşı təsir edəcək. Qarşılaşdığın vəziyyətlərdə sakit qalmaq və tələskən qərarlardan uzaq durmaq günün daha axıcı keçməsinə kömək edəcək. Bəzi məsələlər yavaş irəliləsə də, səbirli olmaq sonda istədiyin nəticəni görməyinə imkan verəcək. İnsanlarla münasibətlərdə isə anlayış və səmimiyyət önə çıxır. Yaxın çevrənlə quracağın isti ünsiyyət sənə ruhən rahatlıq verə bilər. Kiçik fikir ayrılıqları yaransa belə, sakit danışıq və qarşı tərəfi dinləmək hər şeyi yoluna qoya bilər. Bugün kiminsə sənin diqqətinə və dəstəyinə ehtiyacı ola bilər, buna görə də ətrafına qarşı həssas yanaşmaq faydalıdır. Bugün biraz dayanıb düşünmək və bəzi mövzuları gözdən keçirmək üçün uyğun zamandır. Son günlərdə baş verənləri analiz etmək və özün üçün nəticələr çıxarmaq sənə aydınlıq gətirə bilər. Hər şeyi dərhal həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha doğru olacaq. Özünə biraz vaxt ayırmaq və sakit mühitdə qalmaq daxili rahatlığını artıracaq. Günün ümumi enerjisi sabit və sakitdir. Özünü çox yormamaq, hər şeyi nəzarətdə saxlamağa çalışmamaq və biraz rahat buraxmaq günün daha xoş keçməsinə kömək edəcək. Günün sonunda isə özünü daha güvənli və rahat hiss edə bilərsən. Bugünün mesajı: səbirli ol, öz ritmini qoruyaraq irəlilə və hər şeyin zamanla yoluna düşəcəyinə inan. Əkizlər bürcü 2 may 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün hərəkətli və dəyişkən bir enerji hiss oluna bilər. Fikirlər sürətlə dəyişən bir neçə mövzu eyni anda diqqətini çəkə bilər.
Günə planlı başlamağa çalışsan da gözlənilməz vəziyyətlər səni başqa istiqamətə yönləndirə bilər. Buna görə də çevik olmaq və vəziyyətə uyğunlaşmaq günün daha rahat keçməsinə kömək edəcək. İnsanlarla ünsiyyətdə isə sözlərin daha çox önəm qazanır. Düşündüklərini açıq şəkildə ifadə etmək istəsən də biraz daha diqqətli danışmaq anlaşılmazlıqların qarşısını ala bilər. Bəzi söhbətlər sənə yeni baxışlar qazandıra bilər və bu fikirlərini yenidən dəyərləndirməyinə səbəb ola bilər. Dostlarla və ya yaxın çevrə ilə olan ünsiyyət günə canlılıq qatacaq. Bugün yeni ideyalar və maraqlı düşüncələr ortaya çıxa bilər. Həmişə etdiyin işlərə fərqli yanaşmaq və kiçik dəyişikliklər etmək sənə yaxşı təsir edəcək. Amma hər şeyi bir anda etməyə çalışmaq əvəzinə seçərək irəliləmək daha düzgün olacaq. Diqqətini toplamaq üçün qısa fasilələr vermək faydalı ola bilər. Günün ümumi axarı bir qədər sürətli olsa da, sən bu ritmə asanlıqla uyğunlaşa biləcəksən. Özünü yormamaq və enerjini düzgün bölmək günün sonunda daha rahat hiss etməyinə kömək edəcək. Bugünün mesajı: fikirlərinə yön ver, hər şeyə eyni anda çatmağa çalışma və çevikliyini üstünlüyə çevir. Xərçəng bürcü 2 may 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün emosional həssaslıq biraz daha güclü ola bilər. Ətrafda baş verən hadisələr sənə daha dərin təsir edə bilər və bu da səni düşüncələrə sala bilər. Günə sakit başlamaq və özünü tələsməyə məcbur etməmək daha rahat hiss etməyinə kömək edəcək. Bəzi anlarda geri çəkilib biraz nəfəs almaq, tək qalmaq və düşüncələrini toplamaq sənə yaxşı təsir edə bilər. Gün ərzində daxili ritmini qorumaq əsas məsələyə çevrilir. İnsanlarla münasibətlərdə incəlik və anlayış ön planda olacaq. Qarşı tərəfin sözlərini çox dərindən qəbul etmək əvəzinə daha sakit yanaşmaq gərginliyi azalda bilər. Kiçik anlaşılmazlıqlar yaransa belə açıq danışıq və sakit ton hər şeyi yoluna qoya bilər. Bəzən sadəcə səssiz qalmaq və qarşı tərəfi dinləmək də vəziyyəti yumşaldır. Yaxın bir insandan gələn bir söz, diqqət və ya kiçik jest sənə gözlədiyindən daha çox təsir edə bilər və günün ruhunu dəyişə bilər. Bugün ev və şəxsi mühitlə bağlı mövzulara diqqətin arta bilər. Özünü daha rahat hiss etmək üçün ətrafında kiçik dəyişikliklər etmək, səliqə yaratmaq və ya sadəcə rahat bir küncdə vaxt keçirmək istəyə bilərsən. Keçmişlə bağlı xatirələr və düşüncələr gündəmə gələ bilər, amma onlara çox ilişmədən irəliləmək sənə daha yüngül hiss etdirəcək. Özünü sıxmadan hər şeyi olduğu kimi qəbul etmək bugün sənə daha çox rahatlıq gətirə bilər. Günün ümumi axarı biraz dalğalı olsa da, sakit qalmaqla hər şeyi daha asan idarə edə biləcəksən. Özünü çox yükləməmək, başqalarının emosiyalarını tam üzərinə götürməmək və biraz geri çəkilib müşahidə etmək faydalı olacaq. Günün sonunda isə içində daha çox aydınlıq və yüngüllük hiss edə bilərsən. Bugünün mesajı: özünü qorumağı unutma, hisslərini anlayaraq yaşa və sakitliyini itirmədən irəlilə. Şir bürcü 2 may 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün özünü göstərmək və diqqət mərkəzində olmaq istəyi daha güclü ola bilər. Enerjin yüksəkdir, amma bu enerjini düzgün yönləndirmək günün gedişatını çox dəyişə bilər. Bəzi vəziyyətlər sənin səbirsiz davranmağına səbəb ola bilər, lakin biraz dayanıqlılıq göstərmək daha yaxşı nəticə verəcək. Gün ərzində özünü ifadə etmək istəyi artsa da, hər şeyi dərhal demək əvəzinə doğru anı gözləmək faydalıdır. İnsanlarla münasibətlərdə səmimiyyət və aydınlıq ön planda olacaq. Səni dinləmək istəməyən və ya səhv anlayan insanlar ola bilər, amma bunu böyütməmək daha rahat hiss etdirəcək. Qarşı tərəfi anlamağa çalışmaq və eyni zamanda öz fikrini sakit şəkildə ifadə etmək münasibətlərdə tarazlıq yaradacaq. Yaxın çevrəndən gələn diqqət və maraq isə sənə motivasiya verə bilər. Bugün yaradıcılıq və yeni ideyalar baxımından da aktiv ola bilərsən. Ağlına gələn fikirlər sənə yeni istiqamətlər göstərə bilər, amma hamısını eyni anda həyata keçirməyə çalışmaq səni yoracaq. Kiçik addımlarla irəliləmək daha sabit nəticə verəcək. Özünü ifadə etmək üçün fərqli yollar tapmaq sənə yaxşı təsir edəcək. Günün ümumi axarı enerjili və hərəkətlidir. Amma bu enerjini idarə edə bilsən, günün sonunda həm daha çox şey etdiyini, həm də özünü daha rahat hiss etdiyini görəcəksən.
Bugünün mesajı: parla, amma tələsmə, gücünü sakit idarə etdikdə daha çox təsir edəcəksən. Qız bürcü. 2 may 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün diqqət və xırdalıqlara həssaslıq ön planda olacaq. Ətrafında baş verənləri daha dəqiq görmək və hər şeyi qaydasında saxlamaq istəyi güclənə bilər. Amma hər şeyi mükəmməl etməyə çalışmaq səni biraz yora bilər, buna görə də bəzi şeyləri axarına buraxmaq daha rahat hiss etdirəcək. Günün əvvəlində planlı olmaq yaxşıdır, amma planlara çox sərt bağlanmamaq da vacibdir. İnsanlarla münasibətlərdə səmimi və aydın danışıq önə çıxır. Bəzi sözləri çox düşünmək və xırdalamaq anlaşılmazlıq yarada bilər, ona görə də biraz daha sadə yanaşmaq faydalıdır. Qarşı tərəfi dinləmək və dərhal nəticə çıxarmamaq münasibətlərdə sakitlik yaradacaq. Kiçik bir anlayışlı davranış belə günün gedişatını yumşalda bilər. Bugün gündəlik işlər və yarımçıq qalan mövzular diqqətini çəkə bilər. Uzun müddətdir ertələdiyin bir işi tamamlamaq sənə rahatlıq hissi verə bilər. Amma özünü bütün işlərin altına salmamaq vacibdir. Addım-addım getmək daha çox fayda gətirəcək və yorğunluğun qarşısını alacaq. Günün ümumi axarı sakit və nizamlı olsa da, bəzən içində narahatlıq hissi yarana bilər. Buna çox fokuslanmamaq və özünü çox sıxmamaq daha yaxşıdır. Biraz fasilə vermək, nəfəsini toplamaq və sadə şeylərə yönəlmək günün daha yüngül keçməsinə kömək edəcək. Bugünün mesajı: hər şeyi düz etməyə çalışmaqdan çox, özünü rahat saxla və addım-addım irəlilə. Tərəzi bürcü. 2 may 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün balans axtarışı biraz daha ön plana çıxa bilər. Günün əvvəlindən etibarən müxtəlif istiqamətlərə çəkildiyini hiss edə bilərsən və qərar verməkdə tərəddüd yarana bilər. Amma tələsmədən öz ritmində hərəkət etsən, vəziyyətlər daha aydın görünməyə başlayacaq. Günün axarı səni sakit düşünməyə və hər şeyi daha ədalətli şəkildə qiymətləndirməyə yönəldə bilər. İnsanlarla münasibətlərdə harmoniya yaratmaq istəyi güclü olacaq. Bəzi söhbətlərdə ortaq nöqtə tapmaq biraz çətin görünsə də, sakit və yumşaq ünsiyyət çox şeyi həll edə bilər. Qarşı tərəfi dinləmək və öz fikrini incitmədən ifadə etmək münasibətlərdə gərginliyi azaldacaq. Yaxın bir insanla ediləcək açıq söhbət sənə rahatlıq gətirə bilər. Bugün estetik və zövq aldığın şeylərə marağın arta bilər. Səni sevindirən kiçik detallar günün ruhunu dəyişə bilər. Özünü yaxşı hiss etdiyin mühitdə olmaq və biraz dincəlmək enerjini bərpa etməyə kömək edəcək. Hər şeyi eyni anda həll etməyə çalışmaq əvəzinə biraz fasilə vermək daha faydalıdır. Günün ümumi axarı sakit və düşüncəlidir. Qərarları tələsmədən vermək və özünü çox yükləməmək günün sonunda daha rahat hiss etməyinə şərait yaradacaq. Bugünün mesajı: tələsmə, tarazlığını qoru və hər şeyi öz axarında həll etməyə icazə ver. Əqrəb bürcü. 2 may 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün daxili güc və diqqət hissi daha çox ön plana çıxa bilər. Ətrafda baş verən hadisələr sənə əvvəlkindən daha dərindən təsir edə bilər və bəzi mövzular üzərində çox düşünmək istəyə bilərsən. Amma hər şeyi içində böyütmək əvəzinə biraz daha sakit yanaşmaq günün axarını yüngülləşdirəcək. Özünü müşahidə etmək və hisslərini tənzimləmək bugün sənə daha çox aydınlıq verə bilər. İnsanlarla münasibətlərdə seçici davranmaq istəyi güclənə bilər. Hər kəsə hər mövzunu açmaq istəməməyin normaldır, amma tam qapanmaq da yanlış anlaşılmalara səbəb ola bilər. Sözlərini ölçüb biçmək və sakit tonla danışmaq münasibətlərdə gərginliyin qarşısını alacaq. Etibar etdiyin biri ilə qısa bir söhbət belə içindəki ağırlığı azalda bilər. Bugün bəzi yarımçıq işlər və ya keçmişdən qalan mövzular yenidən gündəmə gələ bilər. Onlara bir anda deyil, mərhələli şəkildə yanaşmaq daha rahat olacaq. Özünü tələsdirmədən hər şeyi bir-bir həll etməyə çalışmaq sənə daha çox nəzarət hissi verəcək. Kiçik addımlar belə sonda böyük rahatlıq yarada bilər. Günün ümumi enerjisi bir qədər dərin və sakitdir. Özünü çox yükləmədən ara-sıra fasilə vermək və düşüncələrini toplamaq günün daha rahat keçməsinə kömək edəcək.
Günün sonunda isə bəzi mövzulara daha aydın baxa bildiyini hiss edə bilərsən. Bugünün mesajı: səssiz gücünü qoruyaraq irəlilə, tələsmədən yoluna davam et və içindəki aydınlığa güvən. Oxatan bürcü. 2 may 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün hərəkət və yeni fikirlərə açıqlıq ön planda olacaq. İçində bir yerə sığmayan enerji və dəyişiklik istəyi hiss oluna bilər. Günə başladığın andan etibarən yeni planlar qurmaq və fərqli istiqamətlər düşünmək sənə maraqlı gələ bilər. Amma hər ideyanın ardınca eyni anda getmək əvəzinə biraz seçici olmaq günün daha rahat keçməsinə kömək edəcək. İnsanlarla münasibətlərdə səmimiyyət və açıq danışıq önə çıxır. Düşüncələrini gizlətmək əvəzinə sadə və birbaşa ifadə etmək sənə rahatlıq gətirə bilər. Bəzi söhbətlər gözlənilmədən dərinləşə bilər və bu, sənə yeni baxışlar qazandıra bilər. Qarşı tərəfi dinləmək və tələsmədən cavab vermək münasibətlərdə anlaşmanı gücləndirəcək. Bugün yeni təcrübələrə marağın arta bilər. Adi görünən bir vəziyyət belə sənə fərqli bir fikir verə bilər. Amma hər şeyi bir anda dəyişmək istəyi səni biraz yoracaq, ona görə də addım-addım getmək daha uyğundur. Kiçik dəyişikliklər belə günün ritmini yeniləyə bilər. Günün ümumi axarı canlı və hərəkətlidir. Sən isə bu axına uyğunlaşa biləcək enerjiyə maliksən, sadəcə özünü çox dağıtmamağa diqqət etməlisən. Günün sonunda həm düşündüyün, həm də etdiyin şeylər arasında daha aydın bir tarazlıq hiss edə bilərsən. Bugünün mesajı: tələsik deyil, seçərək irəlilə, hər yeni addımını daha dərin düşüncə ilə at.